Salam əziz izləyicilər. Bugün verilənlər bazası ilə bağlı bir neçə praktiki məsələ tipinə baxacağıq. Belə bir cədvəlimiz var. Deməli, mal, qiymət, satıcı və tarix sahələrindən, yəni sütunlarından ibarət cədvəlimiz var və cədvəlimizin adı satıcılar cədvəlidir. Və burada müəyyən məlumatlar yazmışam bu cədvəl haqqında. Deməli, və üç dənə ayrı-ayrı sual tiplərinə baxacağıq. Deməli, birinci sualımız bundan ibarətdir ki, SQL ilə elə sorğu yazın ki, yuxarıdakı satıcılar cədvəlindən yalnız ankor yağının olduğu sətirlər göstərilsin. Fikir verin, bu cədvəldə ankor yağı bir neçə yerdə var. Ankor yağı, ankor yağı, ankor yağı, ankor yağı 4 dənə yerdə var adı və fərqli-fərqli qiymətlərə satılıb. Məhz ona görə ayrı yerlərdə var. Və bizə deyir ki, SQL ilə elə sorğu yazın ki, yuxarıdakı satıcılar cədvəlində yalnız ankor yağının olduğu sətirlər göstərilsin. Yəni biz bu sorğunu SQL sorğu dilində yazacağıq. Mən cədvəli hazır saxlamışam, yəni yaratmışam. Cədvəl buradadır. Və biz bilirik ki, sorğu yaratmaq üçün, ümumiyyətlə aksesin hər hansı bir obyektini yaratmaq üçün create lent tabına müraciət eləməliyik. Lent interfeysinin create lent tabına daxil oluruq və burada queries bölməsi var, lent qrupu var. Burada 3 əmr var bu qrupda. Query wizard, query design və SQL query. Bu query wizard haqqında qısa bir məlumat verim. Deməli, sorğunu avtomatlaşdırmaq üçün istifadə olunan əmrdir. Məsələn, bir dənə sadə bir sorğu yaradaq. Üzərinə vuranda belə bir cədvəl açılır və burada seçimlər var. Məsələn, simple query wizard. Sadə bir sorğu yaradırıq onun vasitəsilə. OK vurduq. Burada yuxarı tərəfdə tables queries hissəsindən hansı cədvələ sorğu verəcəksə onu seçirik. Bizdə zaten bir dənə cədvəl var, yəni ona görə onun adını avtomatik olaraq düşüb var. Amma bir neçə cədvəl olsa buradan qarşısındakı oxa vuraraq cədvəlimizi hansı cədvələ sorğu verəcəksə həmin cədvələ seçə bilərik. Aşağıdan available fields hissəsindən isə biz həmin cədvəlin sütunlarının adlarını görürük. Mal, qiymət, satıcı, tarix. Qarşısında ox işarələri var. Məsələn, deyək ki, mal və satıcı sahələrini daxil etmək istəyirəm. Malı seçirəm. Bu bir dənə ox işarəsinə vururam. Düşdü select fields hissəsinə, seçilmişlər hissəsinə. Satıcını seçirəm. Bir dənə ox işarəsinə vurmaqla satıcını da bu hissəyə daxil edirəm. Və ya bütün sahələrin görünməyini istəyirsə, sadəcə bu iki ox işarəsinə vurmaqla bütün sahələrin seçilmişlər hissəsinə düşdüyünü görə bilərik. Finish və salam. Artıq bütün sahələr yaradıldı, yəni eyni cədvəl olduğu kimi burada görünür. Və ya fərqli bir yanaşma eləyək. Məsələn, buradan mal və tarix sahələrini seçirik. Finish. Gördüyünüz kimi yalnız mal və tarix sahələri olan cədvəli göstərdi. Bu cədvəlləri bizə lazım deyil. Silək. Bunları buradan silək. Bizə lazım, bir də query design əmri var. Biz sorğunu bu şəkildə də yarada bilərik. Birbaşa design, yəni sorğu cədvəlinin dizayn pəncərəsini keçirik, struktur rejimində keçirik. Yəni belə də yarada bilərik. Və bir də SQL sorğu dili vasitəsilə, SQL query. Üzərinə vururuq. Bizim üçün deməli belə bir SQL kodlarının yazılması belə bir yer açılır, belə bir pəncərə açılır.
Və SQL fikir verirsiniz sizə, əgər SQL pəncərəsi açılandan sonra select əmri hazır dayanıb. Select seçmək deməkdir və selectdən sonra boşa nöqtə qoyulub. Biz yazdığımız bütün kodların sonunda boşa nöqtə qoyacağıq, ən sonunda. Hələ ki mən bu boşa, daha doğrusu nöqtəli vergül. Hələ ki mən bu nöqtəli vergülü silirəm və mən select hissəsində nələri seçməliyəm? Baxıram sualıma və sualda mənə deyir ki, elə sorğu yazın ki, yuxarıdakı satıcılar cədvəlindən yalnız ankor yağının olduğu sətirlər göstərilsin. Deməli, yalnız ankor yağının olduğu sətirlər göstərilsin. Mən ankor yağının olduğu sətiri görəcəmsə, deməli, mən onun qiymətini də bilməliyəm, görməliyəm. Kim satıb onu da görməliyəm, hansı tarixdə satılıb onu da görməliyəm. Yəni, çünki sualın şərtində başqa bir şərt verilmir. Yəni, biz ankor yağının təkcə özünü görməyini inirik. Yəni, bizə onun göstəriciləri lazımdır. Hansı qiymətə satılıb, kim satıb və hansı tarixdə satıb. Deməli, biz nə etməliyik? Bütün sahələri seçməliyik. Select hissəsində deməli, sahələri seçirik. Bütün sahələri seçmək üçün iki üsuldan istifadə edə bilərik. Əgər bütün sahələri seçiriksə, yalnız ulduz qoya bilərik və keçid edə bilərik növbəti sətrə. Növbəti sətirdə from yazıram. From haradan deməkdir. Yəni, hansı cədvəldən? Fromdan sonra satıcılar yazıram. Cədvəlimizin adı çünki satıcılardır. Yazıram satıcılar. Sonra, bundan sonra və mənə şərt qoyub sualda mənə şərt qoyub ki, yalnız ankor yağının olduğu sətirlər görməliyəm. Bu zaman nə edirəm? Deməli, şərt daxilində seçmək üçün where asar sözündən istifadə olunur. Deməli, seçmək üçün select asar sözündən istifadə olunur, sahələri seçmək üçün. Hardan seçmək üçün, hansı cədvəldən seçmək üçün from asar sözündən istifadə olunur və hansı şərt daxilində seçmək üçün where asar sözündən istifadə olunur. Və burada artıq yazıram. Deməli, bizə nə deyir? Ankor yağının olduğu sətirlər. Ankor yağı nədir? Maldır da, yəni məhsuldur. Deməli, mal sütunun, mal sahəsini yazıram. Yazıram mal. Bərabərdir, məhsulun adını yazıram. Məhsulun adı ankor yağıdır və diqqətli olmaq lazımdır ki, məhsulun adını yazarkən onu dırnaq işarəsi daxilində yazacağıq. Çünki məhsulun adı mətn tipindədir. Yazıram ankor yağı. Və vəssalam. Vəssalam, hər şey hazırdır. Bundan sonra run, baxın, results bölməsindən run əmrini istifadə edirik. Yəni, sorğunu icra et. Vurdu, run əmrinə vuran kimi sorğunun nəticəsi ekranda görsənir. Gördüyünüz kimi, yalnız ankor yağının olduğu sətirləri çıxarıb və onun qiyməti kimlər tərəfindən satılıb, hansı tarixlərdə satılıb. Bu bizim birinci sualımızın cavabı. Buna biraz fərqli yanaşma da eləyə bilərik. Aşağıdan, bax, vəziyyət sətrindən gördüyünüz kimi SQL View bölməsinə keçə bilərik təzədən. Bax, bura SQL View bölməsidir. Buradan select hissəsində biz, deməli, hal-hazırdakı cədvəlimizdə gördüyünüz kimi satıcılar cədvəlinə uyğun olaraq sahələrin ardıcıllığı düzülüb. Qiymət, satıcı tarix, mal, qiymət, satıcı tarix. Bizim sorğumuzda da yenə mal, qiymət, satıcı tarix belə ardıcıllıqla düzülüb. Amma biz fərqli bir şey eləyə bilərik burada. Bizə müdiriyyət göstəriş verə bilər ki, sən cədvəldə mal, qiymət, satıcı tarix olmasına baxmayaraq sahələrin ardıcıllığı, bu belə olmasına baxmayaraq, sən yeni yaratdığın cədvəldə satıcını qiymətdən əvvələ sal. Yəni, ardıcıllıq, mal, satıcı qiymət tarixi olsun. Bu zaman select hissəsində artıq
biz o ardıcıllığı yazmalıyıq. Mal, satıcı, qiymət, tarix. Və bunları yazarkən aralarında vergül qoyuruq. Və indi run edirik. Gördüyünüz kimi bu dəfə satıcı adları qabağa keçdi. Ankor yağı, onları satanlar və qiymətləri və tarixlər. Amma satıcılar cədvəlində maldan sonra qiymət sütunu gəlir, sonra satıcı gəlir. Bizim indi yaratdığımız SQL sorğu deməli, nəticəsi isə mal, satıcı, qiymət və tarix şəklində, yəni ardıcıllığı bu şəkildə gedir. Sağ olun, növbəti sualın növbəti videoda işləyəcəyik. Sağ olun.